Gördüğünüz Uvaros'taki olan villanı almamak mümkün değil. Bu gözəlliyində villanı bilirsiniz də, mən bu evi neçə ay bundan qabaq başqa bir qiymətə qoymuşdum. İndi isə qiyməti endirildi. Təcili lazımdır satılmağı. Mən bu evi 690 min manata indi hal-hazırda deyirəm. Amma 850 minə qoymuşdum bir neçə ay bundan qabaq. 3 sot yarımın içində. Yuxarıda xüsusi izolyasiyası var. Yay, qış vaxtları isti soyuğun qarşısını almaq üçün. Burada gözəl bir terasası var. Yayda da, qışda da oturup burada çay, çörək, kofe, qəşəng istirahət eləmək olar. 3 sot yarımın içində 250 kvadrat tam kubçalı. Varovskinin ən yaxşı yerində. Birinci mərtəbəsinə daxil olan kimi belə bir önümüzə mətbəx çıxır. Mətbəxdən eyvana giriş çıxış var. Mətbəx studiyadır. Və birinci mərtəbəsində əlavə bir yataq otağı var. Əlbəttə ki, sanuzillə belə bir yataq otağıdır. Həm qardirob, həm də sanuzili var. Qalxaq ikinci mərtəbəsinə. Yer gəlmişkən burada da ümumi hamam otağı var. İkinci mərtəbəsinə belə bax, giriş çıxış əla. Yuxarıda isə yenə də təkrar bir hamam otağı 250 kvadratdır. 5 otaqdan ibarətdir. 3 spalni. Deməli spalnin biri burada, eyvanda var. Burada bir qardirob və bir spalni isə uşaq otağı kimi nəzərdə tutulub. Gördüyünüz əşyaların hamısı qalır. Burada da bir böyük bir spalnidir. Eyvana da giriş çıxışı var. Və bu spalnidə qardirob, böyük bir qardirob və hamam otağı. Bax, gələcək bu villanın qiyməti 2 qat baha olacaq. Ona görə də bu fürsət əldən qaçırtmayın. İndidən gəlib görüşüb, birləşib alıq-satqıya getmək lazımdır. Buyurun, bu da həyəti. Yenə də təkrar sizə görsəydim. Vallahi mən sizin yerinizdə olsaydım, bu dəqiqə zəng eləyib gəlib qiymətini danışıb, razılaşıb alardım.